Salam, hörmətli izləyicilər, sizlə Aqil Rəhimovdur. Sizi bir təhlükədən qorumaq istəyirəm. Bu təhlükə instinktiv manevr etmədir, qəfil manevr etmədir. Bax, sağımızda bu dəqiqə avtomobil gedir və qarşıda avtobus var. Biz qazdan ayağımızı çəkirik və sağdakı avtomobili buraxırıq. Niyə görə? İş orasındadır ki, yeni sürən sürücü deyə bilər ki, burada nə təhlükə var idi ki? Təhlükə ondan ibarətdir ki, təsəvvür edin ki, biz ağ avtomobilin sol bölündəyik və avtobusun qabağından adam qaçsa, ağ avtomobilin sürücüsü instinktiv manevr etmə edərək sükanı sola çəkib bizi vuracaqdı. Çünki biz onun bölündə olacaqdıq, yanında olacaqdıq. Biz qazdan ayağımızı çəkirik, bax fikir verin. Qazdan ayağımızı çəkirik, onu buraxırıq ki, avtobus qəfil tərpənsə sola və yaxud qabağından adam qaçsa, həmin ağ avtomobilin sürücüsü qəfil sola verəndə boşluğa düşsün, bizi vurmasın. Bu, instinktiv manevr etməklə mübarizə yollarından biridir. Diqqətinizə görə çox sağ olun, özünüzü qoruyun.